Salam, hər vaxtınız xeyir olsun. Bizim bugün danışacağımız mövzu zərflik mövzusudur. Cümlənin ikinci dərəcəli üzvlərindən olan zərflik mövzusu. Zərflik nədir? Zərflik hərəkətin icrasını və əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir. Bu müxtəlif cəhətlər hansılardır? Məsələn, hərəkətin və yaxud əlamətin meydana çıxmasının tərzini bildirə bilər, yerini bildirə bilər, zamanını bildirə bilər, səbəbini bildirə bilər, məqsədini və zamanını yəqin ki dedik, bir də kəmiyyətini bildirə bilər. Və zərfin müxtəlif sualları var. Bu da məna növlərinə əsasən müəyyən edəcəyik ki, hər bir məna növünün öz sualları olacaq. Və zərfliklər quruluşuna gəldikdə isə iki cür olur. Sadə zərfliklər, mürəkkəb zərfliklər. Sadə zərfliklər nitq hissələri ilə ifadə olunacaq. Mürəkkəb zərfliklər isə söz birləşmələri ilə. Məsələn, deyirəm ki, o yaxşı oxuyur. Nə edir? Oxuyur. Oxuyan kimdir? Odur. O nə tərzdə oxuyur? Yaxşı oxuyur. Görürsünüz, nitq hissəsindən ifadə olunur. Və özündən sonra feil gəldiyinə görə zərflik olur. Yaxşı sözü burada. Amma baxın, desək ki, o yaxşı qızdır. Qızdır. Nədir? Kimdir? Qızdır. Kim? O. Necə qızdır? Yaxşı qızdır. Uşaqlar, necə ki, yaxşı sözündən və bu tipli sözlərdən sonra feil gələndə və sifət gələndə burada yaxşı sözünə zərf deyirdik. Həm cümlə üzvləri kimi baxanda da bu sözə zərflik deyəcəyik. Çünki özündən sonra feil gəlib. Yox, bu yaxşı sözü özündən sonra isim gələndə, ad bildirən sözlər, yəni gələndə, isim gələndə, burada yaxşı sözünə təyin deyirik. Yəni bu məqamı burada yadda saxlayın. Deməli, o yaxşı oxuyur. Burada yaxşı nədir? Zərflikdir və sadə zərfliyimizdir. İndi gəlin mürəkkəb zərflikdən istifadə eləyək. Mürəkkəb zərflikdən istifadə etməyimiz üçün onu söz birləşməsi şəklində yazmalıyıq. O yaxşı oxuyan, nə yaza bilərik? Və yaxud belə yazaq, o yaxşı oxuyan da gələcəm. Nə edəcəm? Gələcəm. Nə vaxt? Nə vaxt gələcəm? Gələn mənəm, hal-hazırda burada yoxdur. Nə vaxt gələcəm? O yaxşı oxuyanda. O yaxşı oxuyanda. Görürsünüz, söz birləşməsindən ifadə olundu. Burada nə edəcəyik? Mürəkkəb zərflik deyəcəyik. İndi zərfliyin məna növlərindən danışacağıq. Zərfliyin məna növlərindən biri tərzi hərəkət zərfliyidir. Tərzi hərəkət. Tərzi hərəkət zərfliyi. Tərzi hərəkət zərfliyi iş və hərəkətin icra tərzini bildirəcək. Hansı tərzdə icra olunmasını bildirəcək və necə, nə cür, sonra nə tərzdə, bunu silək, yaxşı yazılmadı. Nə tərzdə, nə vəziyyətdə, nə şəkildə, burada şəkildə, nə şəkildə, nə vəziyyətdə və s. Bu suallardan birinə cavab verəcək və tərzi hərəkət zərfliyinin müxtəlif ifadə vasitələri olacaq. Təhlil eləyəcəyik. Təhlil eləyəndə bu suallardan birinə cavab verənə deyəcəyik ki, tərzi hərəkət zərfliyidir. Və tərzi hərəkət zərfliyinin ifadə vasitəsinə baxaraq deyəcəyik ki, nə ilə ifadə olunub. Məsələn, deyə bilərik ki, burada bir cümlə deyək. Məsələn, o yorğun halda içəri girdi. Nə etdi? Girdi. Girən kim idi? O idi. O haraya girdi? İçəriyə girdi. Nə tərzdə girib uşaqlar? Yorğun halda. Görürsünüz, burada yorğun halda nədir? Tərzi hərəkət zərfliyinin ifadə vasitəsidir. Yəni, burada nə deyəcəyik? Söz birləşməsi ilə ifadə olunur. İkinci tərəfi halda sözü ilə ifadə olunan sözlə, söz birləşmə ilə daha doğrusu ifadə olunur. Və bu yorğun halda da ola bilər, yorğun şəkildə də ola bilər, yorğun vəziyyətdə də ola bilər, yorğun tərzdə də ola bilər. Bu ifadə vasitələrinə deyəcəyik ki, söz birləşmələrlə ifadə olunub. İkinci tərəfi halda, şəkildə, vəziyyətdə,
və yaxud tərzdə bu sözlərdən ibarət olan söz birləşmələri ilə ifadə olunub deyəcəyik. Sonra feili bağlama ilə ifadə oluna bilər. O ağlayaraq bizə tərəf gəldi. Nə etdi, gəldi? Gələn kim idi? O idi. O nə tərzdə gəldi? Ağlayaraq. O nə tərzdə gəldi? Ağlayaraq. Görürsünüz, nə tərzdə sualına cavab verir. Burada tərzi hərəkət zərfliyinin ifadə vasitəsi nədir deyəcəyik? Deyəcəyik ki, feili bağlamadır. Sonra o ox kimi, yox, ya da ki, o qız kimi ucadan danışdı. O qız kimi ucadan danışdı. Nə etdi, danışdı? Danışan kim idi? O idi. O nə tərzdə danışdı? Nə tərzdə? Ucadan. Nə tərzdə ucadan? Qız kimi. Göz, nə tərzdə ucadan? Qız kimi. Necə? Nə tərzdə? Qız kimi. Burada da qız kimi nədir? Yenə tərzi hərəkət zərfliyimizdir. Bəs desək ki, nə ilə ifadə olunub? Uşaqlar, nə ilə ifadə olunacaq? Qoşmalı sözlə. Görürsünüz, burada kimi nədir? Qoşmadır. Qız isminə birləşib, yəni qoşmalı sözlə ifadə olunacaq. Ümumiyyətlə, çoxdur ifadə vasitələri. Zərfliyin, tərzi hərəkət zərfliyin nə ilə ifadə olunması məsələsinə baxacağıq və deyəcəyik ki, bu söz birləşməsidir, qoşmalı sözdür, yoxsa nədir? Həmin vəziyyətdə onun ifadə vasitəsini aydınlaşdıracağıq. Sonra zaman zərfliklərindən danışacağıq. Zaman zərflikləri də zərfliyin bir məna növüdür. Zaman zərflikləri. Zaman zərflikləri də hərəkətin, işin nə zaman icra olunduğunu bildirir. Yəni, icra olduğu zamanı bildirəcək. Nə vaxt, nə zaman, haçan, nə vaxta dəyək, haçana dəyək, nə zamana dəyək və s. də bu sualların birinə cavab verəcək. Və zaman zərfliklərinin də müxtəlif ifadə vasitələri var. Məsələn, onlar ifadə oluna bilər, ismi birləşmələrlə ola bilər, qoşmalı sözlərlə ola bilər, sual əvəzliyinin özü ilə ifadə oluna bilər. Uşaqlar, feil sifət, məsəl üçün, feil sifət şəkilçiləri ilə, feil sifət belə deyək də, feil sifətin özü ilə ifadə oluna bilər və yaxud feil sifətin vaxt, zaman sözləri ilə işlənərək ifadə oluna bilər. Zaman zərfləri, ən məşhur ifadə vasitəsi zaman zərfləridir. Zaman mənalı isimlərlə ifadə oluna bilər. Feili bağlamanın özü ilə ifadə oluna bilər və müxtəlif feili birləşmə tərkibləri ilə bunlarla da ifadə oluna bilər. Gəlin bir neçə nümunə yazaq və baxaq görək orada nə ilə ifadə olunmuşdur. Məsələn, deyirəm ki, mən sabah gələcəm. Mən sabah gələcəm. Nə edəcəm? Gələcəm. Kim mən? Nə vaxt? Sabah. Görürsünüz? Zaman zərfi ilə ifadə olunub burada. Sabah sözü nədir? Zaman zərfliyidir. Sonra deyə bilərik ki, məsələn, qış günü gələrsən. Nə edərsən? Gələrsən. Kimsən? Burada yoxdur. Nə zaman? Nə zaman? Qış günü. İfadə vasitəsi nədir? İsmi birləşmədir və mürəkkəb zərflik, zaman zərfliyidir. Sonra bir ifadə vasitəsi də deyək. Məsələn, feil bağlama tərkibi ilə deyirik ki, evə gələndə mənə xəbər et. Nə et? Xəbər et. Kimə? Mənə. Mənə nə zaman xəbər et? Evə gələndə. Görürsünüz? Evə gələndə zaman zərfliyimizdir. Nə vaxt sualına cavab verir və feili bağlama tərkibi ilə ifadə olundu. Sonra yer zərfliklərindən danışacağıq. Üçüncü hansıdır? Zərfliyi məna növü yer zərfliyi. Yer zərfliyi də iş və hərəkətin icra olduğu yeri bildirəcək. Yeri. Və hara, hara, haraya, harada, haradan və s. suallarının birinə cavab verəcək. Hara, haraya, haradan. Və uşaqlar, burada görürsünüz, hara sualı var. Bax, bunları bir neçə məqamda danışmışıq. Burada da yenə qeyd edirəm. Hara sualı həm də mübtədanın sualıdır. Mübtəda. Yaxşı, müəllimə, bir cümlədə bir söz hara sualına cavab verirsə, mən ona necə bilim mübtədadır, yoxsa
yer zərflidir. Uşaqlar, bir söz hara sualına cavab verdiyi anda, eyni zamanda biz o sözə haraya sualını da verə biliriksə, orada artıq mübtəda yox, zərfli olacaq. Yox, yalnız hara sualına verə bilirəmsə, onda olacaq nə? Mübtəda kimi. Məsələn, Bakı gözəldir. Nədir gözəldir? Gözəl olan haradır? Hara gözəldir? Bakı gözəldir. Haraya gözəldir? Haraya sualını verə bilirik bu sözə. Yəni bu söz hara sualına cavab verir? Bakı sözü. Buna eyni zamanda haraya sualını cavab verə bilirəm. Sual verə bilirəm, verə bilmirəm. Deməli burada Bakı sözü nədir? Mübtədadır. İndi hara və haraya sualını eyni zamanda sual verə biləcək sözü göstərək. Məsələn, deyirəm ki, nə deyə bilirəm? Desəm ki, bura gələrsən. Nə edərsən gələrsən? Hara? Bura. İndi gəlin görək bunu haraya sualında verə bilirikmi? Haraya gələrsən? Buraya. Haraya? Buraya. Bura sözünə eyni anda haraya sualında verə bildiyimə görə, bura sözünə burada artıq zərflik deyəcəm, yer zərfliyi. Yəqin ki, qaranlıq qalan məqam olmaz. Sonra yer zərfliklərinin müxtəlif ifadə vasitələri var. Yəni, digər zərfliklər kimi. Məsələn, ifadə vasitələrinə bir neçə nümunə göstərək. Daha da aydın olsun. Buranı silim. Belə. Deməli, yer zərfliklərinə, məsələn, deyək ki, kəndə sabah gedəcəyik. Nə edəcəyik? Gedəcəyik. Kim? Biz. Mübtəda yoxdur burada. Nə vaxt? Sabah. Sabah haraya gedəcəyik? Hara gedəcəyik? Baxın, kəndə. Hara gedəcəyik? Kəndə. Və görürsünüz, kəndə sözünə hara sualını verirəm. Həmçinin haraya gedəcəyik? Kəndə gedəcəyik. Haraya sualını verirəm. Ona görə kəndə sözü nədir? Yer zərfliyidir. Yaxşı, yer zərfliyinin ifadə vasitəsi nədir? Kənd sözü nədir? İsimdir. Yönlü halda olan isimlə ifadə olunub. Deməli, burada yer zərfliyinin ifadə vasitəsi nə oldu? Burada isim oldu. Sonra biz yuxarı qalxdıq. Nə etdik? Qalxdıq. Kim? Biz. Biz haraya qalxdıq? Yuxarı qalxdıq. Görürsünüz, yuxarı sözü haraya sualının cavab verdi və yer zərfliyidir. İfadə vasitəsi nədir? Yer zərfləridir. Yer zərfi. Uşaqlar, bu zərf anlayışı ilə zərflik anlayışını qarışdırmayın. Biz zərfi keçirik. Nitqi səs olaraq zərfliyi keçirik cümlə üzvü. Və indi zərfliyin iki məna növündən danışacağıq əlavə olaraq. Səbəb və məqsəd zərfliyi ki, bu zərfdə yoxdur. Yəni, zərfin səbəb və məqsəd zərfi deyə bir anlayışımız yoxdur. Səbəb və məqsəd zərfliyi deyə bir anlayışımız var. Bu da zərflə zərfliyin digər bir fərqli cəhəti. Sonra kəmiyyət zərflərindən danışacağıq, zərfliklərindən danışacağıq, daha doğrusu kəmiyyət zərflikləri. Kəmiyyət zərflikləri də iş və hərəkətin dərəcəsini, miqdarını, nə qədər icra olunduğunu, nə dərəcədə icra olunduğunu və yaxud əlamətin necə icra olunduğunu, əlamətin dərəcəsini və s. bildirən bir kəmiyyət zərfliyi deyilir. İfadəyə kəmiyyət zərfliyi deyilir və kəmiyyət zərfliyinin sualları nədir uşaqlar? Nə qədər sualına cavab verir? Və bir də nə dərəcədə? Nə dərəcədə, bir də nə qədər suallarından birinə cavab verir. Və kəmiyyət zərfliyinin də ifadə vasitələri müxtəlifdir. Məsələn, miqdar zərfi ilə ifadə oluna bilər. Miqdar zərfləri ilə. Məsələn, deyirəm ki, mən ondan tamamilə küstüm. Nə etdim? Küstüm. Küsən kimdir? Məndir. Mən kimdən? Ondan. Nə dərəcədə küsmüşəm? Nə qədər küsmüşəm uşaqlar? Nə dərəcədə? Nə qədər? Tamamilə. Görürsünüz, nə dərəcədə, nə qədər sualına cavab verdi və burada tamamilə nədir? Bizim kəmiyyət zərfliyimizdir. İfadə vasitəsini soruşsa, tamamilə ifadə vasitəsi olaraq nədir? Zərflikdə keçirdi, kəmiyyət zərfində. Yəni, ifadə vasitəsi kəmiyyət zərfidir. Sonra fe'li bağlamı ilə yenə ifadə oluna bilər, sual əvəzi ilə ifadə oluna bilər. Sual əvəzi ilə ifadə olunduqda bu suallardan birinə cavab verməlidir. Məsələn, deyirəm ki, onlar nə qədər oxudular?
oxudular. Nə etdilər? Oxudular. Kim onlar? Onlar nə qədər görürsünüz, nə qədər burada nədir? Nəyin sualıdır? Zərfin sualıdır, zərfliyin sualıdır. Və suala cavab vermədən olacaq zərflik. Nə qədər də kəmiyyət zərfliyinin sualı olduğuna görə, yəni buna nə deyəcəyik? Deyəcəyik kəmiyyət zərfliyi və ifadə vasitəsi nədir? Nə qədər sual əvəzliyidir. İfadə vasitəsi sual əvəzlidir və müxtəlif ifadə vasitələri ola bilər. Feili bağlama və s. Sonra gəlirik uşaqlar səbəb zərfliyinə və məqsəd zərfliyinə. Səbəb. Birinci səbəbdən danışacağıq. Qarışdırılan məqamlar səbəb və məqsəd zərfliklərində olur ki, bəzən uşaqlar bilmir ki, burada zərflik hərəkətin və yaxud əlamətin səbəbini mi bildirir, yoxsa məqsədini mi bildirir? Səbəbdir, yoxsa məqsəddir? Uşaqlar, səbəb zərfliyindən danışarkən iş və hərəkətin və yaxud əlamətin səbəbini bildirəcək. Səbəbini bildirəcək və niyə sualına, nə üçün, səs yazırmı? Niyə, nə üçün, nə səbəbə, nədən ötürü və s. Suallara, niyə, nə üçün, nə səbəbə, nədən ötürü, nəyə görə, bax, bu suallardan birinə cavab verəcək. Və səbəb zərfliyində ifadə vasitələri müxtəlifdir. Yaxşı, bir cümlədə mən səbəb və məqsəd zərfliklərini qarışdırıram. Necə biləcəm o səbəb zərfliyidir? Uşaqlar, səbəb zərflikləri maq plus dan, yəni çıxışlı qal şəkilçisi formasında əmələ gəlir. Maq şəkilçisi plus dan-dən çıxışlı qal şəkilçisi. Məsələn, deyə bilərik ki, deyərəm ki, mən oxumaqdan yoruldum. Nə etdim, yoruldum? Kim? Mən. Nədən yorulmuşam? Nə səbəbə yorulmuşam? Niyə görə yorulmuşam? Baxın, uşaqlar bəzən buna sual verir ki, nə məqsədə görə yorulmuşam? Niyə yorulmuşam? Məqsəd zərfliyində bu tip suallar var. Burada baxın, oxumaqdan maq plus dan var. Maq plus dan olanda buna nə deyirik biz? Səbəb zərfliyi deyirik. Səbəb zərfliyi. Bir əlamət budur. Maq plus danı çıxışı qal şəkilçisini görsək, biz buna nə deyəcəyik? Deyəcəyik səbəb zərfliyi. Və çıxışlıq hallı söz birləşmələrinin əksəriyyəti səbəb zərfliyi olur. Səbəb zərfliyi olur. Məsələn, deyirəm ki, çıxışlı hallı söz birləşmələrindən söhbət gedir uşaqlar. Alovun istisindən çox qızardım. Nə etdim? Qızardım. Nə qədər? Çox. Burada kəmiyyət zərfidir. Kəmiyyət zərfinin ifadə vasitəsi nədir? Saydır. Mən nə səbəbə çox qızarmışam? Niyə? Alovun istisindən. Burada səbəb zərfliyidir. Görürsünüz, çıxışlıq hal var əsas tərəfində. Əsas tərəfində çıxışlıq halı varsa, nə deyəcəyik? Çıxışlıq halı ismi birləşmə deyəcəyik də buna. Çıxışlıq halı söz birləşməsidir bu. Və ikinci nədir? Maq plus danı görəndə biz buna nə deyirik? Səbəb zərfliyi deyirik. Və bir də səbəb zərfliyinin, məqsəd zərfliyinin fərqləndirilməsi üçüncü cəhəti nədir? Fərqləndirilməsinin üçüncü cəhəti nədir? Biz səbəb zərfliyində xəbərdə baş verən hərəkətin, yəni səbəb, artıq baş verib. Yəni bu hal ortaya çıxıb. Məsələn, deyir, alovun istisindən çox qızardım. Görürsünüz, qızarmaq artıq baş verib. O hərəkət baş verib. Məqsəddə isə hərəkət baş verməyib, baş verəcək. Məsələn, deyəcək ki, oxumaq üçün, indi danışacaq, məqsəd zərfliyində danışacağım. Onu da burada səbəbin orada izah edərik. Məqsəd zərfliyini izah edək daha sonra. Deməli, keçirik məqsəd zərfliyinə. Məqsəd zərfliyi. Məqsəd zərfliyi də iş və hərəkətin, uşaqlar, məqsədini bildirəcək. Yenə, niyə, nədən ötürü, bu səbəb zərfliyində də var idi, nədən ötürü. Sonra, nə məqsədlə, bir dəqiqə, nə məqsədlə.
nə məqsədlə və s. suallarından birinə cavab verəcək. Məqsəd zərfliyinin də müxtəlif ifadə vasitələri var. Və biz bayaqları dedik, mak plus danı görəndə buna nə deyəcəyik? Buna deyəcəyik ki, səbəb zərfliyi. Bəs yaxşı, biz məqsəd zərfliyini necə ayırt edəcəyik? Baxın, mak plus üçün olanda biz buna məqsəd zərfliyi deyəcəyik, məqsəd. Baxın, biri var ki, deyirəm ki, mən oxumaqdan yoruldum. Bir də var deyirəm ki, mən oxumaq üçün gedirəm. Nə etdim? Yoruldum. Kim mən? Mən nəyə görə yorulmuşam? Niyə yorulmuşam? Yorulmağımın səbəbi nədir? Oxumaqdan. Səbəb zərfliyidir. Baxın, mak plus dan var. Mak plus dan. Mən oxumaq üçün gedirəm. Nə edirəm? Gedirəm. Kim mən? Mən nə məqsədlə gedirəm? Niyə gedirəm? Məqsədim nədir? Məqsədim. Oxumaq üçün gedirəm. Oxumaq üçün. Deməli, burada nədir? Oxumaq üçün. Görürsünüz? Mak plus üçün var. Mak plus üçün. Buna nə deyəcəyik? Məqsəd. Bir də baxın, məqsəd olan cümlədə hələ istədiyim hərəkət baş verməyib. Baş verəcək. Yəni, mən oxumaq üçün gedirəm. Gedəcəm, çatacam, sonra oxuyacam. Görürsünüz? Gedib çatmalıyam, sonra oxuyacam. Məqsədim var. Məqsəddə hələ baş verəcək. İstəyim baş verəcək, baş verməyib. Amma səbəbdə baş verib. Mən oxumaqdan yoruldum. Yorulmuşam artıq. Bu baş verib. Gördünüz? İkinci fərq də buradadır. Səbəbdə hərəkət artıq baş verib. Hadisə artıq baş verib. Məqsəddə isə baş verəcək. Mən oxumaq üçün gedirəm. Hələ gedirəm. Gedəm, çatacam. Çatandan sonra oxuyacam. Oxumağa başlayacam. Gördünüz? Bir fərqi də budur. Deməli, səbəb və məqsəd zərfliyinin bəzi sualları gördük ki, indi necə fərqləndirəcəyik? Birinci fərqləndirmə əlaməti. Mak plus dan olanda biz buna səbəb zərfliyi deyəcəyik. Mak plus üçün olanda məqsəd zərfliyi deyəcəyik. İkinci fərqli qaydamız. Dedik ki, səbəb zərflikləri çıxışlı qallı söz birləşmələri ilə ifadə olunur, çıxışlı qallı söz birləşmələri ilə. Amma məqsəd zərflikləri yönlük hallı söz birləşmələri ilə, yönlük hallı. Məsələn, deyirəm ki, mən oxumağa gedirəm. Cümləni bu şəkildə dəyişirəm, oxumağa gedirəm. Görürsünüz, oxumağa yönlük halda olan söz birləşmələri ilə ifadə olunub və yaxud sözlə ifadə olunub. Deməli, ikinci fərqimiz dedik nədir? Səbəb zərflikləri çıxışlı hallı söz birləşmələri ilə ifadə olunur. Məqsəd zərflikləri yönlük hallı söz birləşmələri ilə ifadə olunur. Üçüncü fərqimiz nə idi? Üçüncü fərqimiz o idi ki, səbəbdə hərəkət artıq baş verib. Baxın, mən oxumaqdan yorulmuşam və yaxud oxumağa gedirəm. Oxumaqdan yorulmuşam. Üzr istəyirəm. Oxumaqdan yoruldum. Mən artıq yorulmuşam. Bu baş verib. Məqsəddə isə dedik, baş verəcək. Hərəkət hələ baş verməyib, hadisə hələ baş verməyib. Mən oxumaq üçün gedirəm. Gedib çatacam, sonra oxuyacam. Bu da nədir? Üçüncü fərqli qaydamızdır. Səbəblə məqsədi fərqləndirməyin digər qaydası. Sonra gəlin burada bir neçə məqama da toxunaq. Baxın, ikinci tərəfi uğrunda, baxın, uğrunda, sonra yolunda, naminə, bəhanə ola bilər, bir də niyyət ola bilər. Niyyət. Bax, bu sözlərlə ifadə olunursa, ikinci tərəfi, görürsünüz, ikinci tərəfi deyirəm. Bu sözlərlə ifadə olunan nümunələr məqsəd zərfliyi kimi işlənəcək. Məsələn, deyirəm ki, vətən uğrunda şəhid olacam. Nə edəcəm? Şəhid olacam. Nə məqsədim? Məqsədim nədir? Nəyə görə? Nə məqsədə? Nə üçün?
nə məqsədə, niyə, nəyə görə, nədən ötürü, vətən uğrunda. Bu nədir? Buna biz məqsəd səhvliyi deyəcəyik. Bax, bu məqamları uşaqlar səbəb səhvliyi ilə qarışdırır deyə burada deyirəm uşaqlar. İkinci tərəfi, görürsünüz, ikinci tərəfi uğrundadır. Vətən uğrunda, birləşməsi ilə. İkinci tərəfi uğrunda, yolunda, naminə, bəhanə, niyyət sözlərlə ifadə olunan birləşmələrə, ifadələrə daha doğrusu nə deyəcəyik? Deyəcəyik məqsəd səhvliyi. Və yaxud nə deyə bilərik? Sizin naminizə qalib gələcəm. Nə edəcəm? Qalib gələcəm. Və yaxud qalib gəldim formasında da ola bilər. Qalib gəldim. Qalib gəldim. Artıq burada siz hərəkətin baş verib-verməmə məsələsinə falan baxmayacaqsınız. Yəni bu qaydanı sadəcə yadda saxlayın, əzbərləməlisiniz. Nə məqsədlə? Sizin naminizə. Demək, görürsünüz, ikinci tərəfində baxın, ifadə etdiyim sözlərdən biri var, naminə. Deməli, bu nədir bu birləşmə? Burada məqsəd səhvliyi kimi çıxış edəcək. Sonra, ikinci tərəfində, bu başqa bir qaydadır. İkinci tərəfində üzündən, ucundan, sayəsində, nəticəsində, sonra burada bir neçə ifadə də var idi. Nəticəsində dedik, bir də üzündən, üzündən də yazmışıq və s. Bax, bu sözlərlə ifadə olunursa, ikinci tərəfə bu sözlərlə ifadə olunan nümunələrə səbəb səhvliyi deyəcəyik. Deyirəm ki, sənin üzündən məğlub olduq. Nə etdik? Məğlub olduq. Nə səbəbə? Sənin üzündə. Görürsünüz, ikinci tərəfi üzündən ifadəsi sözü ilə ifadə olunub. Bu üzündən də ola bilər, ucundan da ola bilər, sayəsində də, nəticəsində də, bir də üstündə idi uşaqlar. Üstündə. Bax, bu sözlərin biri ilə ikinci tərəf ifadə olunursa, bunlara da nə deyəcəyik? Səbəb zərflikləri deyəcəyik. Belə uşaqlar, zərflikdən, yəni bunları bilsəniz hələlik kifayətdir. Bir neçə mübahisəli məsələlər var ki, onları da inşallah testlər işləyərkən qeyd edəcəyik. Hələ ki, bunları bilsəniz kifayətdir.